Vahid elektron hesabatlıq portalına 200-dən çox dövlət qurumunun məlumatları daxil edilib. Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Hüsal Qasımlı mərkəzin 2025-ci ilin yekunlarına dair keçirilən mətbuat konferansında bildirib. Onun sözlərinə görə mərkəz ötən il dövlət proqramlarının icrasının monitorinq və qiymətləndirilməsi üzrə 32 hesabat hazırlayıb. Mərkəz dövlət proqramlarının icrasının daha sistemli izlənilməsi məqsədi ilə layihə idarə etməsi modulu yaradıb. Modul vasitəsilə təxminən 1500 layihənin icrası, monitorinq və qiymətləndirmə prosesinə cəlb edilib ki, bu da risklərin vaxtında müəyyənləşdirilməsinə və qərar vermənin keyfiyyətinin yüksəldilməsinə imkan verir. O da diqqətə çatdırılıb ki, dövlət proqram idarə etməsində tətbiq etdiyi yeniliklərlə əlaqədar İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ondan artıq beynəlxalq mükafata layiq görülüb. Biz Dünya İqtisadi Forumunun Strateji Zəka platformasında məzmun təsisatçısı olan ilk dövlət qurumuyuq Azərbaycandan və ötən il platforma istifadəçilərinə 250-dən çox mövzu üzrə ən aktual strateji məsələləri araşdırmaq və ən son tendensiyaları izləmək imkanı verən materiallar təqdim etmişik. Siz hər biriniz bunu Transformation Map'də tapa bilərsiniz və bu Azərbaycanda Cənab Prezidentin rəhbərliyi ilə əldə olunmuş uğurların Davos İqtisadi Platformasının deməli imkanlarından istifadə edərək dünya ictimaiyyətinə, xüsusən də ki biznes ictimaiyyətinə təqdim olunması nöqteyi nəzərindən xüsusi əhəmiyyət kəsb edir.